Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günlərim mən çox dadlı, ləzzətli, asan hazırlanan toyuq yeməyi resepti paylaşıram. Yeməyimiz üçün bizə lazımdır əvvəlcə 4 ədəd kartuşka. Kartuşkanın qabığını əvvəlcə soyuram. Qabığını soyduğum kartuşkaları kub-kub doğrayıb qazanın içərisinə əlavə edirəm. Daha sonra kartuşkanın üzərindən su əlavə edib qoyuram bişməyə. Bir qazanın içərisinə 10 ədəd toyuğun but hissəsini əlavə edirəm. Üzərindən duz, üstüyot, dəfnə yarpağı əlavə etdim. Ətin üzərinə su əlavə edib qoyuram bişməyə. Bir qabın içərisinə bişirib əzdiyim kartuşkanı əlavə edirəm. Bişirdiyim əti kartuşkaların üzərindən əlavə edirəm. Duz, üstüyot əlavə edirəm. Rəndənin xırda gözündən keçirdiyim hollat pendirini əlavə edirəm. Əlimlə yaxşıca qarışdırıram. Daha sonra əlimlə yaxşıca forma verməyə çalışıram. İçərisinə kaşar pendiri yerləşdirirəm. Hamısını eyni qayda ilə hazırlayacağım. Hazırladığım budları ilk olarak una bulayıram. Daha sonra yumurtaya bulayıp son olarak suxarıya bulayacağım. Hamısını eyni qayda ilə hazırlayacağım.